Müəllim salam. Salam. Özünüz təqdim edin. Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşı Sadiq Xəlilov. Sadiq müəllim, bu ərazidə hansı işlər gedir? Deməli, Zümrüdxan kənd sakinlərinin müraciəti əsasında Bərdə rayon İcra Hakimiyyəti başçısının tapşırığı və göstərişi ilə hazırda Zümrüdxan gölü ətrafında yığılmış zibil məişət tullantıları təmizlənir. Bununla əlaqədar texnika cəlb olunmuş, fəhlə qüvvəsi cəlb olunmuş, işçi qüvvəsi cəlb olunmuş və hazırda həmin məişət tullantıları, yığıntıları, böyük yığıntıları götürülmüş, aradan qaldırılmışdır. Biz bununla əlaqədar bir neçə dəfə kənd sakinlərinə xəbərdarlıq etmişik, söhbətlər etmişik. Onlarla maarifləndirmə işləri aparmışıq və həmin məişət tullantılarının təyin olunmuş yerə tullamaları, atmaları ilə bağlı söhbətlər aparmışıq. Əfsuslar olsun ki, kənd sakinləri buna baxmayaraq təyin olunmuş yerə məişət tullantılarını atmırlar. Gördüyünüz bu Zümrüdxan gölü ətrafına atırlar. Eyni zamanda tək burada yox, bütün kəndin ərazisində bir neçə yerdə həmin məişət tullantı yığıntıları var. Biz bunları aradan bugün qaldırmışıq. Artıq bu problem yoxdur və yenidən kənd sakinləri ilə bugün maarifləndirmə işləri aparılmış, məişət tullantılarını təyin olunmuş yerə atmaları ilə bağlı təbliğat aparmışıq. Buradan da istifadə edərək bir daha kənd sakinlərinə xahiş edirik ki, məişət tullantılarını təyin olunmuş yerə atsınlar ki, bu problemlər yaranmasın. Gördüyünüz bu göl Zümrüdxan kəndi ərazisində yerləşir, Zümrüdxan gölüdür və bu yaraşığı, bu gözəlliyi zorlamaq fikrimizcə uyğun deyildir. Və kənd sakinlərinin bu gölü bu vəziyyətdə, təmiz vəziyyətdə qoruyub saxlamalarını onlardan bir daha xahiş edirik. Abbasov Hakim Zamanoğlu, Zümrüdxan kənd sakini. Bu kənddə yaşayırsınız. Bəli, bu kənddə yaşayırıq. Demək olar ki, bu gölün ətrafı təmiz, pis bir vəziyyətdə olduğu üçün rayon icra başçısı Muradi İsayev cənablarına müraciət elədik. Onlar da çox sağ olsunlar, bizim müraciətimizi qeydə aldılar. Göl ətrafı ərazini çirkab zibil kullantılarından göl ətrafını təmizlədilər. Çox təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar, var olsunlar. Biz də kənd sakini olaraq gölün ətrafının təmiz saxlanması üçün əlimizdən nə gəlir, etməyə hazırıq. İnşallah da əlimizdən gələni edəcəyik ki, gölün ətrafı təmiz saxlanmasın. Onun gəlib təmizləməyinə kim əziyyət çəkilsə, Allah onların köməyi olsun. İcra başçının da ki, Allah köməyi olsun ki, xahişimizi yerinə getirsin. Bu kənddə yaşayırsınız? İndi bax bu gölün ətrafı təmizləndi. Bunu kənd sakinləri müraciət etmişdi. Bəli, bir neçə hakimiyyətimizə demişdik, orada nümayəndələr yolladı, gəldilər təmizlədilər. Çox sağ olsunlar, minnətdarlıq edirik. Rayon Zümrüdxan kənd sakini, Vətən müharibəsi qazisi Mümbəttov Fariz Əlisadır. Kənd sakini olaraq bu gölün ətrafına tullanan məişət zibillər görə İcra Hakimiyyətinə müraciət elədik. Dərhal reaksiya verdilər, sağ olsunlar. Texnikanı tökdülər, işçini tökdülər. Gölün ətrafını təmizlədilər. Çox sağ olsunlar. Biz də bir vətəndaş olaraq gölün təmiz saxlanmaq üçün əlimizdən gələni edəcəyik.